Arsının makyajlarını görmüşük. Hər dəfə fərqli rəngli makyajlar edir və üzərində qaşlardan istifadə edir. Əvvəlcə yaxşı nəmləndirirəm. Bütün parlaqlıq gözdə olmalıdır deyə üzümə parlaq deyil də mat bazadan istifadə edəcəm. Mən birbaşa ilə göz makyajından başlayım. Qaşları çox da yuxarı qaldırmayacağım. O qədər çətin bir rəngdir ki, əlimdə olan yaşıl rəngin olduğu bütün paletləri ayırmışam. Əslində bu tonlar uyğun gələ bilər, uyğun gəlir. Belə bir ton edə bilərəm. Oxşamağa başlayır ona. Kənar hissələri bu tonla əvəz edəcəm, çünki çox sarı gəldi gözümə. Keçid edək üz makyajına artıq. Onu yaxşı sabitləməliyəm. Concealer. Göz altı biraz daha açıq tonda və sabitləmiş olmalıdır. Göz altını və bütün makyajı yaxşı sabitləyək. Liner. Bu da hazırdır. Çəhrayı tonlarda bir ənlik. Çünki bu makyaja gözəllik gətirən rəng tonlarının çoxluğu və parlaqlığıdır. Və parlaqlıq. Çox səhnə makyajı oldu. Ən sevdiyim hissəyə keçirik. Əvvəlcə yerlərini qoyacağım, daha sonra qaşları yapışdıracağım. Hazırsan? Çox gözəl oldu, çox gözəl oldu. Hazırdır. Mən bu makyaja vuruldum. Düşünürəm oxşadı. Rəngləri qarışdırıb onu ortaya çıxartmağa çalışacağım. O rəngi oxşuyur. Məncə edə bildik. Belə də gözəldir. Linza ilə də baxaq. Bu isə linza ilə. Mən linza ilə də bəyəndim, ancaq göz rəngim daha yaxşı olur məncə. Çox bəyənəcəyim bir makyaj oldu.